Saf məhəbbət sona yetdi, heç bilmədik vüsalımız bizdən küsüb hara getdi. Yolumuza dumanlaşan, çökə-çökə ayrıldıq biz. Gözümüzü üfüqlərə dikə-dikə ayrıldıq biz. Baharımız qışa döndü, dona-dona ayrıldıq biz. Yoluşmadan, sevişmədən, yana-yana ayrıldıq biz. Kıvrımsaç. Kimdi? Mənəm Samir. Geldim. Salam aleyküm. Aleyküme salam. Xala, mən sizin yanınıza Aslanla Səma haqda öyrənməyə gəlmişəm. Xahiş edirəm, mənə həqiqəti deyin. Xala, Səma əslində kimdir? O adi kənd qızıdır. Yaxşı qızdır. Onda niyə onu səltənət anaya tövsiyə eləmişsiniz? Mən xəstələndiyim üçün yerimə işə çıxmışdı. Nədir? Başqa qız yox idi? Ümumiyyətlə, ondan harda tanış olmusunuz? Onu Aslan gətirmişdi. Aslan onu hardan gətirmişdi? Bilmirəm. Aslan onu burada gizlətməyib, hə? Yox. Onun yoxa çıxmağı ilə Aslanın ümumiyyətlə əlaqəsi yoxdur. Siz bunu hardan bilirsiniz? Bəlkə əlaqəsi var? Mən Aslanı çox yaxşı tanıyıram. O mənə yalan danışmır. Axı o oğrudur. Oğru adamda dürüstlük hardan olsun? O Səmanı səmimi qəlbdən sevir. Sevən insan sevgilisinə zərər verməz. Mən də bunu deyirəm. Ona pislik eləməz. Amma sevgilisini istəmədən ərə verildiyini, bədbəxt olduğunu görsə, sizcə o sakit dayanar? Səmanın yoxa çıxmağının Aslanla heç bir əlaqəsi yoxdur. Əgər Aslan doğrudan da onu burada gizlətməyibsə, onda yəqin ki, evi yoxlamağıma qarşı çıxmazsınız. Başa düşmədim. Mənim sözümə inanmırsan? Romeo! Aslan, lap vaxtında gəldin. Hə? Biz də elə sənin haqqında danışırdıq. Aslan, de görüm Səma hardadır? Sənə dedim axı, bilmirəm. Niyə yenə məndən soruşursan? Onu sən götürüb qaçmısan. Sən tamam ağlını itirmisən. Mənə böhtən atma. Mən sənə böhtan atmıram. Mən doğrudan da Səmanın harda olduğunu bilmirəm. Yaxşı. Bunu sübut eləmək üçün onda evə baxmalıyam. Hey, Hey! Sən kimsən ki, mənim evimi axtarasan? Hə, qəhrəman? Həddini aşma. Mənim evimə gəlib özünü göstərirsən? Elə bilirdim səndən dost olmuşuq, Romeo. Səncə yaşlı qadın yalan danışır? qulaq as oğlum. O qız doğrudan da burada deyil. Xala, onun yanında özünü təmizə çıxartma. Buradan xoşluqla çıx get. Gələn dəfə gələndə xətrinə dəyəcəm. Əgər Səmanın yoxa çıxmağında zərrə qədər əlaqən olsa, səndən başqa cür danışacağam. Salamat qal, Məcnun. Yenə görüşərik. Yaxşı, oldu. Görüşərik, Romeo. Sən mənim nəvəmsən. Elnurla evləndirməklə sənə heç bir pislik eləməmişəm. Bilirəm, nənəcan. Özün bilirsən. Mən
Səmanı gəlin gətirmək istəyirdim. O mənim çox xoşuma gəlirdi. Amma nankör qız məni tapdalayıb keçdi. Ona elədiyim yaxşılıqların qədrini bilmədi. Rüsvay olacağımı düşündüyüm bir vaxtda sən toya razılıq verib məni biabırçılıqdan xilas elədin. Çox sağ ol qızım. Mənim başqa çıxış yolum yox idi. Söhbət ailəmizin nüfuzundan gedirdi. Mən sənin adını fikirləşdim, nənə. Afərin. Bununla da sən doğrudan mənim nəvəm olduğunu bir daha sübut elədin. Mənim məqsədim odur ki, Elnurla bir yerdə mirasıma sahib olub xoşbəxt həyat sürəsiz. Bax onda mən də xoşbəxt olaram. Yaxşı, nənəcan. Səni əlil bir oğlana ərə verdiyim üçün məndən incimə qızım. Nəvəm Elnuru başqalarından daha çox istəyirəm. O mülayim, ağıllı oğlandı. Özün görəcəksən. O tezliklə sağalacaq. Bax onda hamı sənə paxıllıq eləyəcək. İnşallah dediyin kimi olsun, nənə. Sən nəvəm idin. İndi üstəlik bu evin böyük gəlinisən. Sən hələ gözlə, çox işlərimi sən davam elətdirəcəksən. Məni başa düşdün? İneğin çok süt verir dayı. Ha, sağmal inəydi də. O çok sakit heyvandı. Ha, yaxşı inəydi. Bu ara. Bu mənim dostumdur. Sağıb qutardınsa ona ot verəcəm. Budur, bitirdim. Bak ne kadar süt Ha, verdi. o biri tərəfdə təndirdə çörək də bişirə bilərsən. Doğrudan. Ha, çörək bişirə bilirsən. Ha, Mən tonqal qalayıb təndiri qızdıraram. oldu. Yaxşı, Un evdəki kisədədir. Oradan götür. yaxşı. Bilirsən, dayı, bağışla. Aslan ne vaxt gələcək? Ha? Anam heç nə demədi. Yox hələ, xəbər verməyib, yox. Yaxşı. Çəkil! Geriyə! Hıp! Qalx belə. Hə ana, yeni oturub nə haqda fikirləşirsən? Nənəmgildən gələndən heç nə demirsən. Lap çaşbaş qaldım. Niyə? Elnur doğrudan da bu vaxta qədər sağalmayıb, hə? Mən bilmirəm. Məyər sən onun dərmanlarını yenə dəyişməmişdin? Hə, nədir ki? Hə, Elnurla danışanda özünü elə göstərdi ki, güya heç nə xatırlamır. Amma mən nəsə buna inanmıram. Düşünürsən ki, qardaşım artıq sağalıb? Hər halda vəziyyəti yaxşılaşıb. Artıq danışır. Yəni, düşünürsən ki, o tam sağala bilər? Mən heç nə demirəm. Nəzərə al ki, o şikəst nənəmin evində yaşayır. Məni də elə bu narahat eləyir. Əgər sağalmasaydı, nənən onu evləndirməzdi. Burada 100% nəsə var. O əsl vəziyyətini mənə bildirməyə də bilər. Axı, onun ögey anasıyam. Əgər qardaşım sağalsa, Onu bu vəziyyətə sənin saldığını hamıya deyəcək. onda atam məni öldürəcək. Sən oturub bunu gözləmək istəyirsən? Yox, Onda yenə nənəngilə get. Mehriban qardaş kimi yeni bəy olan qardaşının vəziyyətini öyrən. Gör necədir? yaxşı ana. Amma heç nə hiss elətdirmə. Nənənin sevimli nəvəsi olmaq üçün əlimdən gələni eləyəcəm. Mən rəhmətli babanı Gərdəydə görmüşdüm. Atam rəhmətlik bir gün gəlib səltənəti ərə verəcəyik dedi. Gənc idim.
Çox qorxdum. Yox deyib anamın yanında o qədər ağladım ki. Amma o vaxtlar ataya qarşı çıxmaq olmazdı. Bir həftəyə toyum oldu. Sonra bildim ki, əslində bacım qızı gəlin olmalıymış. Amma onun sevgilisi var imiş. Ona görə də atam ailəmizin adını fikirləşib, şərt kəsib məni babana ərə verib. Amma heç narazı deyiləm. Babanla mən çox xoşbəxt yaşadıq. Başa düşdün? Sənin başına gələn bu hadisə mənim də başıma gəlib. Nənəcan, Ulduz! Ulduz! Hə, ana. Otur görüm. Otur. Banu yenə xəstələnib, ürəyi bulandı. Sizə dedim axı ana. Onun mədəsi ağrıyır. Həmişə belə olub. Onu müalicə etdirməyə pulumuz yox Belə idi. davam eləyə bilməz. Onu təcili həkimə aparmaq lazımdır. Hə, apararıq. Özüm aparıb gətirərəm. Yox. O mənim nəvəmdir. İndi bundan sonra mən nəvəmi ailə həkimimizə özüm aparacağam. Yaxşı oldu. Mən də sizlə gedəcəm. Yox. Evdə kimsə qalmalıdır. Nəvəmlə mən tez qayıdacağıq. Banu otaqdadır. Mən indi gəlirəm. Yaxşısan qızım? Otur görüm. Gedək qızım. hara gedək? Mərkəzi klinikaya. Səni ailə həkimimizə göstərəcəm. Mən yaxşıyam nənəcan. Yox, Hər şey yox, qaydasındadır. bunu belə qoymaq olmaz. Birinci dəfə deyil bu vəziyyətə düşürsən. Məncə səni yaxşı-yaxşı yoxlatdırmaq lazımdır. Mədən tez-tez ağrıyır. Deyəsən, burada başqa bir şey var. O nə sözdür anacan? Axı sizə demişdim, arada bu xəstəlik baş qaldırır. Mən indi həkimə zəng eləyib gələcəyimizi xəbər verərəm. Mən indi gəlirəm. Gəlirəm, siz danışın. Biraz səsini aşağı eləyə bilərsiniz? Ay. Bağışla oğlum. Ay, yaxşı. Səsini azaltdım. Nə? Başa düşmədim. Evimdə mənə söz qaytarırsınız? Ay, oğlum. Axı mən sənə nə dedim ki, hə? Qızınız gedəndən sonra indi özünüzü burada sahib kimi aparırsınız? Ay, oğlum, mənim heç elə bir niyyətim də yoxdur. Qızınız burada olmayandan sonra sizin bu evdə yeriniz yoxdur. Axı, Çıxın gedin. Gedin buradan. heç nə başa düşmədim. Nə demək istəyirsən, oğlum? Başa düşmədinizsə indi başa salaram. Ay, oğlum. Gəlin. Dayan, oğlum. Susun. Gelirsən. Rədd olun. Ay, oğlum, belə eləmə. Qılınc, mən neynədim axı? Gözümə görünməyin. Başa düşdünüz? Sizi görmək belə istəmirəm. Oğlum, balam. Cəhənnəm olun. Oğlum, aç qapını. Qurban olum, aç. Aç qapını, Qılınc. Oğlum. Yaxşı, oldu. İndi gəlirik. Samir, Eşdirəm ana. tez maşını hazırla. Gedirik. Hara gedirik? Banunu həkimə aparırıq. Halı heç yaxşı deyil. Yaxşı, oldu ana. Vay. Ana, məncə nahaq yerə belə qorxursuz. O artıq yaxşıdır. Ay, Ulduz, xəstəliyin qarşısını vaxtında almaq lazımdır. Sonra daha çətin ola bilər. Amma mən də getsəydim yaxşı olardı. Yox, getməyəcəksən. Dedim sən evdə qalacaqsan, deməli qalacaqsan. Yaxşı, dur gedək qızım.
Sağ-salamat gedin, gəlin. Ay, Məətəl qalmışam. Anam bura hansı üzdən gəlmişdi? Utanmadan səni cəllad ərinin yanına qaytarmaq istəyirdi. anam üçün oradan yaxşı yeri yoxdur. İncimə. Amma mən heç vaxt sənin anan kimi qadın görməmişəm. Hə, mənim anam kimi qadın yoxdur. Nə qədər danışdım, başa saldım, amma başa düşmədi. Utanmadan həyatıma qarışmayın dedi. Bax bu sözləri ona ərin öyrədib. Yox, anamı ərimin göndərməyi lazım deyil. Onun özü mənim oradan getməyimi istəmir. Nə qədər dedim ki, kürəkənin qızını döyüb öldürəcək, yenə də bildiyini dedi. Belə də ana olar? Ona görə də anamdan incimişəm. Hə, belə anadan hər övlad küsüb inciyə bilər. Bəzən mən onun doğma övladı olduğuna şübhə eləyirəm. Amma o yenə də sənin anandır. Ata-ananı seçmək olmur. Təəssüf ki, belədir. Anam birinci növbədə özünü düşünür. O həmişə belə olub. Səma! Necəsən? Məni çox qorxutdun. Özün bişirmisən? Sən bunu da bacarırsan, hə? Hər bir özbək qızı çörək bişirməyi gözəl bacarır. Özbək qızını başa düşdük. Bəs sən bunu necə elədin? Hə, yaxşı, yaxşı. Bəsdir. Onsuz da qar yağıb. Yaxşı. Mən bu çörəkdən biraz yeyə bilərəm. Mənə kəsib verməyəcəksən? Yaxşı. Elə sənin üçün bişirmişdim. O qədər də olmaz. Mənə kömək elə. İsti çörək yemək belə olur. Elə də asan olmur. İndi bilərik. Al. Mən bundan da istisini yemişəm. Nə? Bil ki, sənə görə bütün dünyaya od qoymağa dəyər. Bəlkə qızımın qaldığı evə gedim. Amma onun qaldığı ev pis vəziyyətdədir. Şəraiti heç yaxşı deyil. Mən buradan getməyəcəm. Burada yaşayacağım. Onun yaşadığı yer çox pisdir. Yox, mən buradan getməyəcəm. Lazım gəlsə bu qapının ağzında yaşayaram. Getməyəcəm. Yaxşı, evə girin. Evə girin dedim. Amma əsas evə girməyəcəksiniz. Həyətdəki kiçik evdə qalacaqsınız. Yaxşı. Mən hər şeyə razıyam. Git. Salam əleyküm. Əleykümə salam.
Budur, nəvəmi gətirmişəm. Yaxşı. Onu nə narahat eləyir? Onun mədəsi ağrıyır. Elə hey dayanmadan qusur. İndi onu müayinə eləyərəm. Zəhmət olmasa uzanın. Bəs siz xəstəyə təklikdə baxmırsınız? Axı, mən sənin nənənəm qızım. Mənim yanımda yoxlayacaq. Hə, nənəniz də burada qalacaq. Burada nə var ki? Bilirsiniz, mən onun yanında biraz utanıram. Bu nədir, nənəndən utanırsan? Yoxsa nədənsə qorxursan qızım? Yox, nədən qorxacağam? Utanmaz, namussuz, Ana, əxlaqsız. ana. Siz nə edirsiniz? Ana, özünüzü ələ alın, xahiş edirəm. Mənə ana demə. Deməli uşağın atası sənsən? Namərd alçaq. Ana, məni başa düşün. Mən Banunu sevirəm. Daha mənim sənin kimi nəvəm Ana, siz nə yoxdur. danışırsınız? Elə deməyin. Rədd ol, Ana, rədd ol gözümdən. Banu ulduzun qızıdır. O səmanın yerinə Elnur ərə getdi. Yaxşı, bəs niyə? Nəyə görə? Elnur əlil olsa da Banu ona ərə getməyə razı oldu. Var dövlət üçün? Hə, elə onun üçün. Səma varisdir. Əgər o bunu bilsə, Banunun xoşbəxt həyatı sona çatacaq. Deməli, Banu Elnura buna görə ərə gedib. Varis olmadığı üzə çıxmasa belə, Elnurun arvadı kimi mirasdan payını alacaq. Hə, başı yaxşı işləyir. Əgər Elnura Səmarə getsəydi, Banu sirri üzə çıxanda hər şeyini itirə bilərdi. Bunu çox yaxşı fikirləşib. Dayan görüm, Banunun bunu düşünməyə ağlı çatmazdı. Deməli, bu işdə onun anası Ulduz xalanın da əli var. Hə, Ulduz xala var dövlət üçün hər şeyi hazırdı. O vaxtı ilə Səmanı da satmışdı. Səmanın harda olduğunu o dəqiq bilir. Onunla danışmalıyam. Məssalam, onu müayinə elədik. İndi hər şeyi sizə deyəcəm. Səltənət ana. Siz ərə getmisiniz? Niyə soruşursan? Ona dərman yazmalıyam. Bunu nəzərə alaraq yazıb verəcəm. Bu elə də qorxulu deyil. Biraz mədəsində problem var. Soyuq dəymə var. Yəqin soyuq içkilər çox içirsiniz, hə? Mən indi ona dərman yazacağam. Bir həftə sonra gəlin. Yenə sizi müayinə eləyərəm. Doğrudan deyirsiniz? Səhv eləmirsiniz ki? Qızım, bu adi mədə problemidir. İndi belə xəstəliklər yaman çoxalıb. Buna düzgün qidalanmama, çoxlu soyuq içkilər içmək səbəb olur. Pəhriz saxlasaz hər şey düzələcək. Əgər bunu mənə səndən başqa kimsə desəydi, inanmazdım. Çünki nəvəmdə hamiləlik əlamətləri hiss olunurdu. Mən səhv eləmirəm, Səltənət ana. Əgər nəvəniz hamilə olsa, mən bunu dərhal bilərdim. Sizə yaxşı yol. Oldu. Sağ olun. Çox sağ ol, əziz dostum. Nə yaxşı ki varsan. Ulduz, bir gün səni bu vəziyyətdə görəcəyimi ağlıma da gətirməzdim. Özüm də bu vəziyyətə düşəcəyimi fikirləşmirdim. Mən sənə borcluyam.
Amma borcumu ödəyəcəm. Bunu əslində pul üçün eləmədim. Qızına yazığım gəldi. Cavan qızdı. Dedim rüsvay olmasın. Yaxşı. Çox sağ ol. Amma Ulduz, hamiləliyi uzun müddət gizlədə bilməyəcəksiniz. Qarnı bilinəndə nə edəcəksiniz? Fikirləşib bir yolunu tapacağam. Sən çox sağ ol. Məktəbdə də sənə hörmət edirdim. Qulaq as. Bugün burada baş verənləri unudacaqsan. Yəni, qızımın başına gələnləri. Hə? Bu aramızda qalmalıdır. Çox sağ ol. Mən sinifdə həmişə səni qoruyurdum, yadındadır? Hə, sinifdə. Bəxtiyarın. Yaxşı. Bu artıq keçmişdə qalıb. Ərin xəbər tutmaz. Özündən müğayət ol. Görüşərik. Ulduzun Yunus adında qardaşı var. Dəqiqləşdirdik. O bir qızı götürüb aparıb. Soruşanlara deyib ki, o bacısı qızıdır. O necə qızıymış? Qonşularının dediyinə görə o qız heç yerə çıxmır. Onu görməyiblər. O yəqin ki, elə Səma olacaq. Mənə onun şəkli lazımdır. Məncə bu mümkün deyil. Mən səndən soruşmadım mümkündür ya yox. Mənə onun şəkli lazımdır. Tapa bilməsən, kəllən gedəcək. Oldu Səlim bəy, başa düşdüm. O elə yəqin ki, Səma olacaq. Əla, deməli Muradla Ulduz qorxub, onu gizlədiblər. Amma niyə? Kimdən qorxurlar? Narahat olma. Tezliklə sağalacaqsan. Mədə xəstəliyi elə də təhlükəli deyil. Mənim balam Elnurla sən bir-birinizə çox yaraşırsınız. Ana, hər şey hazırdır. Ödəniş elədim. Gedə bilərik. Gedək. Gəl. Necəsiz? Yaxşısınız? Yemək bişirirdim. Lazım değildi qızım. Boş oturmaq istəmirəm. Hə, başa düşürəm. İşdən başını qatmaq istəyirsən. Hə, belə də demək olar. Mən sənə görə narahatam qızım. Əvvəl ərin gəlib səni narahat elədi. İndi də anan gəldi. Sabah kim bilir nə olacaq? Sənin həyatın, rahatlığın necə olacaq? Bunları fikirləşməkdən başımı itirmişəm. Bilmirəm, belə həyat mənim özümü də bezdirir. Niyə onlar sənə ağalıq eləmək istəyirlər? Yetkin qadınsan. Bilmirəm, mən də başqa qızlar kimi universitetdən sonra işləmək istəyirdim. Amma həyatım başqa tərəfə yol aldı. Ərin də, anan da çox qəribə adamlardı. Elə bil sənin düşmənlərindir. Elə mən də başqaları kimi yaşamaq istəyirəm, xala. Kaş mən də xoşbəxt günlər yaşayardım. Bəs ərin buna imkan verəcək? Xala, bəlkə boşanım. Qılınc sənin boşanmağına razı olar? Bilmirəm. Bəlkə Aslandan kömək istəyim. Axı o qardaşıdır. Aslanın başı öz problemlərinə qarışıb. Yaxşı, qoy evə gəlsin, danışaq görək nə deyir. Amma yenə də fikirləşirəm ki, ərim məndən asanlıqla ayrılmayacaq. Keçin ana. Ulduz! Hardasan Ulduz? Hə, nənəcan, mən biraz həyətdə qalım. Təmiz havada nəfəs almaq istəyirəm. Yaxşı, özün bilərsən. Vəziyyətin necədir? Özün gördün, məni Allah qorudu. Hə, o az qala xəbər tutacaqdı.
Belə. Ana, Necə gedib gəldiniz? Başım ağrıyır. Maqnit qasırğası var. Bu da sizin işinizdir, hə? Sizdən qorxmaq lazımdır. Samir, mən də səni axtarırdım. Hə? Nə olub? Səltənət ananın ailə həkimi hardadır? O sizin nəyinizə lazımdır? Səltənət ana Banunu ailə həkiminə aparmaq istəyir. Nə? Əgər o hər şeyi öyrənsə, onda biz məhv olacağıq. Bunu bilirsən. Niyə heykəl kimi dayanmısan? Nəsə eləmək lazımdır. Mənə o həkimin ünvanını ver. Bilirsiniz, həkimin adı Safiyadır. O Səltənət anaya çox sadiqdir. Bunun öhdəsindən gələ biləcəksiniz? Deyirlər ki, çıxmayan cana ümid çoxdur, oğlum. Tez ol. Bir yol fikirləşib tapmaq lazımdır. Bu dəqiqə sizə ünvanı göndərəcəm. Göndər. Adı Safiyadır. 12-ci otaqda oturur. Yaxşı. Amma o çox inadkar qadındır. Samir, Gəldim ana. Sizə uğurlar. Qəribə qadınsız. Sizin kimisi yoxdur. Əlbəttə, məndən bir dənədir. Səmadakı yeganə ulduzam. ana, məni bugün Allah qorudu. Bilirsən səni necə qorudu? Düzünü desəm, bunu necə elədiyinizə heyran qaldım. Axı o çox inadkar, heç nəyə razı olmayan qadın idi. Razı olmayıb neyniyəcəkdi? Safiyə mənim sinif yoldaşımdır. Məktəb vaxtında onun nələr elədiyini yaxşı bilirəm. Əri bu haqda bilsə başını qoparar. O indiki kimi abırlı həyalı deyildi. Mən də onun zərif yerini bilirəm. Qəribədir. Yaxşı ki, o rəfiqəniz çıxdı. Yoxsa nə olacağını görərdik. Mənim gözəl anam. Çox sağ ol. Yaxşı, mən Səltənət ananın yanına gedirəm. Get. Sonra başın ağrımasın. Bilirsən anacan, bugün çox qorxdum. Elə bildim, axırım çatıb. Artıq hər şey üzə çıxacaq. Yavaş danış, kimsə eşidə bilər. Mən heç qoyaram yeganə qızıma nəsə olsun. Hə. Ana, ümid eləyirəm Səmanın getməyi də bu da sənin işin deyil ki. Nədir, yenə ağlayırsan? Niyə gəlin paltarını soyunmusan? Nə olub, hə? Yenə ağlayırsan? Gör bir nə vəziyyətdəsən, tez paltarını geyin, özünə əl al. Yox, Birazdan gəzməyə gedəcəksiniz. anacan, Hə, mən neynədim axı? Mən Elnorla yaşaya bilmərəm. Niyə buna razı oldum? mənə bax, bunu toya razı olmazdan əvvəl fikirləşmək lazım idi. Mən əlacsız qalıb razı oldum ana, öz istəyimlə yox. İndi isə çox peşmanam. Anacan, mən çox qorxuram. Nəsə elə, mən ona ərə gedə bilmərəm. Axı sən mənim anamsan, nə olar mənə kömək elə. Yalvarıram. Mənə bax, yaxşı, o oğru, avara aslan var ha, ona ərə getsən xoşbəxt olacaqsan, hə? Ürəyin yerinə düşəcək, bunu istəyirsən? Mən səni başa düşdüm qızım, sevirsən. Sən də, mən də, atan da, hamımız böyük səhv elədik. Mən sənə əzab verməklə səhvə yol vermişəm. Səni məcbur Polada ərə vermək istəyirdim. Bu dəfə isə var dövlət üçün Elnur'a ərə gedirsən. Bu dəfə mən buna imkan verməyəcəm. Sən öz sevdiyinlə xoşbəxt olmalısan. Sən buna layiqsən. Anacan, axı mən Elnur'a ərə getməsəm, Səltənət ana Aslanı həbs elətdirə bilər.
həbs elətdirə bilməyəcək. Mən buna imkan vermərəm. Onu həbs elətdirmək üçün dəlil sübut lazımdır. Günahını boynuna qoymaq lazımdır. Hə, nədir? Dünya dərəbəylidir. Aslanı nə adla həbs elətdirəcək? Yox. Düz doğruluq olub, amma üstündən nə qədər vaxt keçib, heç bir izi tozu qalmayıb, hər şey unudulub. Nəyi sübut eləyə biləcək? Düz deyirsən. Mənə bax, indi belə eləyəcəyik. Mənə diqqətlə qulaq as. Mən səni kəndə dayının yanına göndərəcəm. Anaya gəldikdə isə, Səmanı uğrayıb aparıblar. Bunu mənim öhdəmə bırax, özüm həll eləyərəm. Mən... Anacan, Səltənət ana bunu Aslanın elədiyini düşünəcək. Sonra onu həbs elətdirsə nə Elə olacaq? bir şey olmayacaq, sən rahat ol. Mən ananam, ulduzam. O heç nəyi sübut eləyə bilməyəcək. Doğrudan. Doğrudan. Amma sən gedəndən sonra isə mən Aslana xəbər verərəm. Qoy sənin dalınca gəlsin. Heç kim günahkar olmayacaq. Sağ ol anacan, sağ ol. Sakit ol. Ağlıma bir fikir gəldi. Şşş, sən tələsmə, gözlə. Bu dəqiqə. Hə. Pəncərənin qabağından çəkil. Mən indi gedəcəm. Hə, gedəcəksən. Bir dəqiqə gözlə görüm. Belə olmaz axı. Hə, bax belə. İndi əla oldu. Gözlə görüm. Görünən sarı saçlarını gizlədək. Bax belə. Hə, əla. Eynilə küçədəki uşaqlara oxşadın. Əlini cibinə qoy, tez ol. Hə. Sən kəndə doğru gedəcəksən. Mən dayına zəng eləyəcəm. Səni arxa qapıdan çıxaracam. Bilsələr necə Qorxma, olacaq? heç kim bilməyəcək. Heç kim bilməyəcək. Başa düşdün? Yerə baxa-baxa gedəcəksən. Uşağını çörək dalınca göndərən qadınlar kimi səni evdən çıxaracam. Başa düşdün? Səni arxa qapıdan çıxaracam. Çox sağ ol. Allah Çox yolunu sağ ol açıq ana. eləsin. Mən səni çox istəyirəm. Cəld ol. Gedək qızım. Sən hələ məni tanımırsan, qızım. Mən sənin xoşbəxt yaşamağın üçün hər şeyə hazıram. Deməli belə. Onda Səmanın harda olduğunu Aslana deyəcəksən? Onun dalınca göndərəcəksən? O yaramaza demişəm. Qoy cəhənnəm olsun. O Səma da kənddə qalıb çürüsə yaxşıdır. Mən ona demişəm. Bax belə. Gedək. Gəl, düş qabağıma. Səma. Tapdım. Səma kənddədir. Deməli, Səma kənddədir. Nə oldu? Səmanın ata-anasını tapdın? Yox ana. Amma axtarıram. Bəs Aslan? Hə, Onunla danışdın? ana, onun da xəbəri yoxdur. Doğrudan? Aslan bu haqda heç nə bilmir? Yox. Elə o da Səmanı axtarır. Deməli, heç kim bilmir. Elədir? Elədir. Deməli, heç nə bacarmamısan. Bağışlayın ana. Samir, bu günlərdə sən heç bir işin öhdəsindən gəlməmisən. Deyəsən, sən də uğursuzluğa alışmısan, hə? Yaxşı, hələlik boş-boş danış hiləgər qarı. Mən hələ sənə göstərəcəm. Başa düşmürəm, mənlə niyə belə kobud danışırsan? Mən ərə getmişəm. Elə bu dəqiqə kənddəki evləri axtar. Hə, axtar gör ora yeni bir qız gəlib ya yox. Mən uğurlamamışam. İnanmırsansa get evə bax. Hansı axmaq oğurladığı adamı evində gizlədər, hə? Ana bala məni axmaq yerinə qoydular. Heç nəsiz qaldı. Hər şey insanın özündən asılıdır. Ərim xəstəxanada qardaşına görəndə sanki biraz dəyişdi, mülayim oldu. Fərux, neynədin? Hə, bəs sən necə?
Ərim öldü deyib fikir çəkirsən? Aslan sensen. Səni sevirəm. Serial Space televiziyasının sifarişi ilə birləşir. Söndü gör çıraqlar, dönüb çıxıb gedən günlər, soyudu ocaqlar. O koşanlar əfsus bitdi, saf məhəbbət sona yetdi. Heç bilmədik vüsalımız bizdən küsüb hara getdi.